Salam, yeni bir videoya hoş gəlibsiniz. Bugünkü videomda Asus TUF Gaming A15 modeli olan notebook'u sizlərlə birlikdə test eləyəcəyik. İndi isə videomuza keçək. Bu kanalın ilk incələmə videosunu həqiqətən də çox gözəl bir konturla eləmək istədim. Video içərisində bəzi xətalarım ola bilər. Render tərəfində əlimdən gələni eləyəcəm, amma ki çəkiliş tərəfindən və ilk dəfə kamera ilə belə qarşı-qarşıya gəldiyimdən ötəri həqiqətən də qəribə bir ambiyans var deyək. Yəni ilk təcrübəmdir, qısa bir şəkildə desək. Bu video həm incələmə videosudur, həm də ki özümü test elədiyim bir videodur. Yəni ki bəzi xətalarım olarsa üzrlü sayın indidən və bir tövsiyəniz olarsa video aşağısında bunları qeyd edə bilərsiniz. İndi isə incələmə videosuna keçək. Bu notebook'un içərisində istifadə olan prosesordan biraz bəhs edeyim. Prosesor olaraqdan Ryzen 5 7535HS prosesoru istifadə olunub. 6 core 12 thread olaraqdan dizayn olunub bu prosesor. Prosesorun sürətinə gəldiyimiz vaxtda 3.2 GHz olaraqdan standart olaraq verilib sürət. Amma ki turbo boost ilə 4.2-4.5-ə qədər bu sürəti qalxıza bilirik. RAM olaraqdan 16 GB DDR5 RAM-lardan istifadə olunub. RAM olaraqdan 16 GB-lıq bir RAM-dan istifadə eləməklərinə baxmayaraqdan 8+8 olaraqdan kompüter içərisinə yerləşdiriblər RAM-ı. Buna görə də sistemimiz biraz daha rahat bir şəkildə işləyir. Yəni ki tək bir slotdan istifadə eləməyiblər. 8+8 olaraqdan promoyuna qoyulub kompüter içərisinə. Kompüterin yaddaş baxımından isə 512 GB M.2 SSD-dən istifadə ediblər. İndi isə gələk əsas məsələyə, bu kompüter içərisində istifadə olunan video karta. Video kart olaraq da Nvidia GeForce RTX 4060-dan istifadə olunub bu kompüter içərisində. İçərisində 4060 olmayına baxmayaraqdan 45 volt, 60 volt və yaxud da 90 voltdan istifadə eləməyiblər. İçərisində 120 voltluq bir GPU var. Yəni ki 4060 olmayına baxmayaraq həqiqətən də çox güclü bir GPU-dan istifadə ediblər bu kompüter içərisində. Yəni ki rahatlıqla render işləri olsun, oyun baxımından, oyun dizayn, memarlıq işləri və s. bu işlərlə məşğulsunuzsa heç bir problem olmadan rahatlıqla işlərinizi görə bilərsiniz. Bunu da belirtim ki 8 GB VRAM-dan istifadə olunub video kart tərəfində. Ümumi olaraq bu kompüter içərisində istifadə olunan parametrlərə baxdığımız vaxt Ryzen 5 7-ci nəsil prosesordan istifadə olunmayına baxmayaraqdan, yəni ki mən burada CPU ilə GPU-nun darboğaz olub olmamasına baxıram, əsas məsələ odur. Yəni uyğun bir şəkildə CPU ilə GPU iş görürmü? Əsas məsələ buna baxmaq lazımdır. Yəni yekunda baxdığımız vaxtda Ryzen 5 7-ci nəsil prosesorla 4060 həqiqətən darboğaz yemədən, yəni video içərisində 2-3 dənə də oyunu birlikdə test eləyəcəyik, baxacağıq sonrada da. Darboğaz yaşamırıq. Yəni elə də bir darboğaz mən görmədim. Yəni ki ümumi olaraqdan balansı saxlayırlar. İkisi də həqiqətən də çox gözəl bir şəkildə iş görür. Heç bir darboğaz və s. elə bir problemlər yaşanmır. Çox rahatlıqla işimizi görə bilirik kompüter içərisində. Kompüterin parametrləri bu qədər idi. İndi isə digər tərəfdən, yəni case tərəfdən, material tərəfindən biraz sizlərə bəhs edeyim. Kompüterimizin ekran tərəfinə gəldiyimiz vaxtda, yəni çöl tərəfinə, case tərəfinə gəldiyimiz vaxtda qapaq tərəfi, yəni ekran tərəfi metal olaraqdan dizayn olunub və yəni möhkəmliyinə söz ola bilməz. Ekran tərəfdə heç bir problemimiz yoxdur. Case tərəfinə gəldiyimiz vaxtda isə möhkəm plastikdən istifadə olunub, yəni çox rahat bir şəkildə sınanan kompüterlər bənzəmir. Bu kompüterin ən çox sevdiyim özəlliklərindən biri isə təkəllə qapağı açma prosesi. Bəzi ofis notebooklarında heç bu özəllik belə yoxdur, yəni təkəllə açılmır. Promoyuna qatlanan kimi case ilə ekranla birlikdə gəlir. Bu kompüterdə isə gördüyünüz kimi təkəllə açılır, bağlanır, yəni heç bir problem olmadan. Elə burada kamera hissəsində ki, bunu sizlərə belə göstərim, yəni kamerada yəqin ki görsənmir. Çox rahat bir şəkildə ekran açılır. Bu kamera hissəsində bir çıxıntı qoyulub, yəni kamera hissəsindən sol tərəfdə bir çıxıntımız var və mizə qoyduğumuz vaxtda kompüteri çox rahat bir şəkildə açılır, heç bir problem olmadan. Burada bir dənə basayım. Qısaca giriş-çıxış qurğularına bəhs eləyəcək olaraqsa, kompüterin sol tərəfinə baxdığımız vaxtda bir dənə power girişi, Ethernet girişi, bir dənə HDMI, 2 dənə Type-C var. Yəni ki modern genişlərini demək olar ki hamısını qoyublar. Bir dənə USB girişi, bir dənə isə naşnik taxmaq üçün giriş var. Sağ tərəfinə gəldiyimiz vaxtda isə sadəcə bir dənə USB girişi var. Onu da ki mouse taxmaq üçün qoyublar. Yəni bu qədər sadə. Kompüterin Type-C girişi özəlliklərindən də biraz sizlərə bəhs edeyim. Əslində vurğulanmalı bir hissədir. Type-C özəlliyinə gəldiyimiz vaxtda kompüteri zayıqqaya qoya bilirik. Promoyuna Type-C olaraqdan 100 Watt-a qədər Type-C dəstəkləyir. Yəni kompüterimizi sürətli bir şəkildə zayıqqaya qoya bilirik. Yəni sırf adapteri ilə zayıqqa qoymanızsa çox da bir məcburiyyət yoxdur. İstəsəz Type-C ilə və yaxud da powerbanklar və s. də var. Powerbanklarda var, Type-C girişi də var. Promoyuna powerbanklardan və s. istifadə eləyərəkdən kompüterinizi zərqə qoya bilirsiniz. Yəni ki bunda da üstün cəhəti var. Və bundan da bəhs edeyim ki Type-C girişindən istifadə eləyərəkdən bir monitor və s. də qoşa bilirsiniz. Yəni ki
HDMI 2 dənə Type-C, ümumilikdə 3 dənə ekran eyni anda qoşa bilirsiniz kompüterdən istifadə edərək. Yəni ki, ekranınızı paylamaq istədiyiniz vaxtda da heç bir çətinlik yaşamırsınız. Bu da gözəl bir özəlliyidir. Kompüterin port girişlərindən də bəhs elədik. İndi isə gələk ekran tərəfinə. Notebook'un ekran tərəfinə gəldiyimiz vaxtda 144 Hz bir monitordan istifadə olunub və Full HD olaraqdan dizayn olunub. Ekranımızın digər bir dəstəklədiyi özəlliyi isə sRGB 100% olmasıdır. Bir tərəfdən isə monitorumuzun dəstəklədiyi özəlliklərdən biri olan Nvidia'nın yaratdığı G-Sync özəlliyidir. Monitorumuz bu özəlliyi də dəstəkləyir, Nvidia G-Sync özəlliyini. Kompüterin klaviaturasına gəldiyimiz vaxtda isə burada gördüyünüz kimi RGB ledlərdən istifadə olunub klaviatura içərisində. Burada WASD hərfləri öz ayrıcalığını qoruyur, yəni gaming hissiyatını verir kompüterə özü. Burada gördüyünüz kimi sol üst tərəfdə səsi alma, səsi vermə, mikrofon bağlama və kompüterin öz proqramı var, bir dənə driver proqram var. Ümumi kompüteri idarə edə biləcəyiniz bir proqramdır. Buna bastığınız vaxtda ki, indi bu səhnəyə də gəlirik, Armoury Crate proqram var. Ümumi kompüteri burada idarə edə bilirik. Hər bir özəlliyini, fan sürətinə qədər, overclock və s. Bu hissədən istədiyimiz kimi idarə edə bilirik kompüteri. Bu hissəni bağlayıram. Birazdan bu hissəyə də gələcəyik sizlərlə birlikdə. Yekunda kompüterimiz belədir. Yəni çöl özəllikləri, bir də parametrlərindən və s. hamısından yekunda bəhs elədim. Ümumi olaraqdan kompüterimizin parametrlərindən və case tərəfindən bəhs elədik. 1-2 dənə oyun testimiz var. Onları da sizlərə göstərərəkdən videomuzu yavaşdan sonlandıraq. İndi isə oyun testlərimizə keçiş eləyək. Artıq kompüterimizin oyun performansının birdəki Armoury Crate proqramını sizlərlə birlikdə test eləyəcəyik. Armoury Crate proqramı nədir? İndi bunu sizlərə kameradan da göstərim, daha yaxından göstərim. Notebook'un üzərində Armoury Crate proqramına giriş eləmək üçün burada bir düymə qoyublar. Bu düyməyə bastığımız vaxtda Armoury Crate proqramı avtomatik bir şəkildə artıq qarşımıza çıxır. Bu proqramın qarşımıza çıxması üçün təbii ki də update'ləri, yəni driver'ı və s. hamısının yüklü bir şəkildə olması lazımdır. Yəni formatdan sonra promoyuna bura giriş eləyə bilmirsiniz. Bunun üçün Armoury Crate, yəni Asus'un öz web saytından driver'ı yükləmək lazımdır. Driver'ı yükləyib qutarandan sonra artıq düyməyə basaraqdan, enterdən basaraqdan gördüyünüz kimi avtomatik bir şəkildə proqrama daxil ola bilirəm. Bu proqram içərisində nələr eləmək olur? Bundan sizlərə biraz bəhs edeyim. Burada gördüyünüz kimi fanlarımızı idarə edə bilirik. Həm səssiz mod, performans modu, turbo modu kimi 3 dənə modu aktiv eləyə bilirik. Yəni bunlar avtomatik bir şəkildə gəlir. Yəni standart olaraqdan 3 dənə modu var. Səssiz, performans, turbo modları. Burada manuel modu da var. Yəni özümüz də istədiyimiz kimi fanları idarə edə bilirik. Və ümumi olaraqdan burada video kartımız, yəni GPU, CPU işləmci tərəfdən RAM-larımızı və fanlarımızı görə bilirik. Fanların sürətini, RAM-ların sürətini, prosesorun sürətini və video kartın sürəti kimi bəzi məlumatlar artıq burada yerləşir. Sistem ayarları bölümünə girdiyimiz vaxtda burada gördüyünüz kimi klaviaturamızın və s. ayarlamalarını eləyə bilirik. Burada bellek hissəsində isə RAM prosesini və s. dayandıraraqdan daha yaxşı oyun performansı alma bölümüdür. Yəni ki, bu işin RAM tərəfidir. GPU hissəsi bizim üçün ən vacib olan hissədir. Burada gördüyünüz kimi standart, eco modu, optimizə edilmiş mod və ən sol tərəfdə ultimate modu var. Əgər ki GPU ilə bağlı tutaq ki daha yeni çıxmış oyunlar, daha A+ olan oyunları test eləyəcəyiniz vaxtı və yaxud da oynayacağınız vaxtı buradan Ultimate-i seçməlisiniz. Yəni oyuna giriş elədiyimiz vaxtda ki, birazdan 3 dənə oyuna giriş eləyəcəyik. CS:GO olsun, Battlefield 1 oyunlarına giriş eləyəcəyik. Burada Ultimate modu məndə açıq olacaq. Sizdə əgər açıq deyilsə və ya standartdadırsa, Ultimate modunu mən tövsiyə edirəm ki, video kartdan tam bir performansımızı ala bilək. Həm bir tərəfdən kameranın səsini, həm də ki kompüterin mikrofonunun səsini, yəni aradakı fərqi müəyyən eləyə bilərsiniz. Kompüterin üzərində bəhs eləmədiyim bir nöqtə isə kamerasının olmasıdır. Diğer A versiyalarında kompüter yox idi. Asus burada bir 720 piksel 30 FPS bir kamera yerləşdirib. Yəni ki, təbii şəkildə notebookda kamerada olsun deyiblər, belə deyək. Aydınlatma hissəsində burada klaviaturamızın rənglərini və s. buradan dəyişə bilirik rahat bir şəkildə. Burada rəng döngüsünü, sürətinə qədər, yəni nə tər sürətlər və s. dəyişiləcək. Bunları da ayarlaya bilirik. Yəni qısa bir şəkildə Armoury Crate proqramı həqiqətən də sadə bir arayüzə sahibdir və rahatlıqla istədiyimiz ayarlamaları buradan eləyə bilirik. Armoury Crate proqramı ilə bağlı bəhs eləyəcəyim mövzular bunlar idi. Yəni çox sadə bir arayüzü var. İstədiyiniz ayarlamaları rahatlıqla eləyə bilərsiniz bu proqram vasitəsilə. İndi isə artıq oyun testlərimizə keçək. İlk oyun testimizi Counter-Strike 2 ilə başlamaq istəyirəm. Buradan qısa olması üçün ölüm maçı deyərəkdən promoyuna başladıram. Həm prosesor tərəfdən istədiyimiz ayarları buradan görə bilirik. FPS dəyərimiz burada var. Video kart dərəcəmizi və s. hamısını görə bilirik.
Həm də bir tərəfdən oyunumuzu video kaydına alıram. Oyunumuza daxil olduq. Buradan istədiyimiz bir silah seçək. Seçə bilmədik, heyf. Bir də səsə verim. F3'ye bağlayıb buranı. FPS değerlerimiz 120 aralarında gelir gəlir. Hansı grafikada oynadığımı göstərim. 1080 piksel 144 Hz olaraqdan, yəni tam ekran modunda oynuyorum və oyunun bizə verdiyi maksimum ayarları açmışam gördüyünüz kimi. Yəni fullu deyək qısa bir şəkildə. Maksimum ayarlarda CS:GO belədir. Çox rahatlıqla ki bir tərəfdən video kaydı alıram, həm də ki maksimum ayarlardadır. Fan sürətimiz və s. Yəni hamısı balans modundadır. Yəni full modda deyil. Onu mən açma yadımdan çıxdı. Bir tərəfdən də oyunun səsini biraz açım. FPS-lərimiz 120. Vura bilmədik, heyf. 1.7. O biri de yetti. Bu da yetti. O biri de yetti. Bu da yetti. Ev. Yani ayarlarımız belə. Kör oldum. İkinci oyuna keçməmişdən əvvəl Armoury Crate proqramı vasitəsilə indi bir dəqiqə kompüterin bizə vermiş olduğu performansın maksimumundan istifadə edirik və kompüterimiz toka taxılı bir vəziyyətdə istifadə edirik. Yəni fan sürətlərimiz turboda və GPU-nun bizə vermiş olduğu maksimum performansı istifadə edirik və buna uyğun olaraqdan da oyun testlərimizi eləyəcəyik. İndi isə ikinci oyunumuza keçiş eləyək. İkinci oyunumuzu Forza Horizon 5 ilə davam elətdirirəm. Burada sizlərə qrafik ayarlarımı göstərim. 1920-1080 piksel olarak ayarlıdır. 144 FPS limitli olarak da oyun testimizi reallaşdıracaq və burada DLSS indi bir dəqiqə açıq bir şəkildədir. Bu arada oyunlarımızın DLSS özelliği eğer varsa bunları açıq bir şəkildə sizlərə göstərirəm ki Forza Horizon 5'te DLSS özelliği aktif bir şəkildə gəlir. Mən burada DLSS'i açıq bir şəkildə və DLSS'in bizə vermiş olduğu FPS çoxaltma özelliğini keyfiyyət üzərinə eləyəcəm. Yəni maksimum performansı seçməyəcəm burada. Sadəcə saf bir görüntü əldə etmək üçün quality modunda elə qalacaq. Keskinlik 0.5 olaraq qalacaq. Nvidia DLL burada bağlıdır. Sadəcə DLSS özelliğindən faydalanacaq və burada kare oluşturma hissəsi isə açıq bir şəkildə davam eləyəcək. Video hissəmiz bu qədər idi. Buradan qrafiklər bölümünə daxil olaraqdan oyunun bizə vermiş olduğu maksimum qrafikalar bunlardır. Sadəcə burada motion blur özelliğini, yəni bulanıqlıq kalitesini bağlayıram. Bu da mənim xoşuma gəlməyən bir ayar. Onun üçün bağladım yəni. İndi isə oyunumuza keçiş eləyək və bir tərəfdən də ekran kayd edirəm. Yəni ki FPS dəyərlərimizi buna görə dəyərləndirmənizi xahiş edəcəm sizdən. Yəni ki 100 FPS alırıqsa bunu 120-130 olaraqdan təqribi olaraq hesablaya bilərsiniz. Yəni burada gördüyünüz kimi 144 FPS, 140, yəni 140 üstü indi bir dəqiqə FPS dəyərləri alırıq. Oyunun bize vermiş olduğu maksimum grafikalar. Buradan FPS modumuzu da açayım. 140 FPS ve bir taraftan da 1080 piksel olaraktan video kaydı alırım. Yani 140 FPS hakikaten de güzel FPS değerlerimiz var. Ekran kartımızın 90%'ini indi bir dəqiqə istifadə edirik. Prosesör olaraktan da 50%'ini istifadə edirik. İstilik dəyərlərimiz isə həqiqətən gözəldir. 90 dərəcə bu notebook üçün prosesör olaraktan həqiqətən də normaldır yəni. İndiki kompüterə onsuz da həqiqətən isti işləyir. Video kartımız isə 70 dərəcə olaraktan
Davam edir dərəcəsi. Bir tərəfdən video kaydı alaraqdan, bir tərəfdən isə oyunumuzu oynayaraqdan heç donma və s. olmadan full qrafikalarda oyunumuzu oynaya bilirik. Prosesorumuz yeri gəldiyi zaman həqiqətən də soyuma dərəcəsinə qədər gəlir. Yəni 90 dərəcədə sabit qalmır. Yeri gələndə 86, 87 dərəcələrə qədər də düşmə halı olur. FPS dəyərlərimiz isə 144 olaraq sabit bir şəkildə oynaya bilirik. Ki bunu ayarlarda biz sabitləmişdik. Ona görə də yəni çox da dalğalı olmadan oyunumuzu oynayırıq. 144 FPS-ə sabitləmişdik burada. Hətta ayarlarda bir baxaq, əgər dəyişdirə biliriksə FPS sabitləməni bağlayaq. Video deyək. Açsana seçdə. Speed kaydı. FPS limitimizi qaldırdıq. Yəni 140 üstü alırıq. Yəni çox da aşağı düşmür FPS dəyərlərimiz. 146, 147, 150 yeri gəldiyi zaman. Ümumilikdə 10 dəqiqədir oyunumuzu oynayırıq və 150 FPS, 140 FPS aralarında FPS dəyərlərimizi alırıq. Və bir tərəfdən dediyim kimi 1080 çözünürlükdə ekran kaydı alıram. Buna görə həqiqətən FPS dəyərlərimiz sabit olaraqdan irəliləyir. Prosesorun dərəcəsinə gəldiyimiz vaxtda isə 92 dərəcə, 90 dərəcə, yeri gəldiyi zaman bu düşür. Və fan sürətlərimiz isə maksimum dərəcəsində istifadə edirik. Yəni indiki kompüterdə həqiqətən də qızma problemi var. Yəni ümumi notebooklarda həqiqətən qızma halı demək olar bütün kompüterlərdə var. Yəni bu oyun testimizi də belə sonlandıra bilərik. İndi isə digər oyunumuza keçiş eləyək. Üçüncü oyunumuz Battlefield 1 olaraqdan davam edirik. Buradan ayarlar hissəsində sizlərə qrafik ayarlarını göstərim. Video hissəsinə daxil oluram. 1920-1080 çözünürlükdə davam edirik. Buradan digər ayarlar görürsünüz. Hamısı açıq olaraqdan davam edirik və oyunun bizə vermiş olduğu maksimum qrafikalarda davam edirik. Buradan birdən oyuna giriş eləyək onlayn bir şəkildə. Bu arada kompüterin fan səslərinə əgər ki diqqət eləyirsinizsə, əgər nauşnik istifadə edən biriysəniz sizi çox da narahat eləməyəcəkdir. Oyunun bizə vermiş olduğu maksimum qrafikaları ilə devam edək. Səsi biraz verəcəm. Həm bir tərəfdən notebook içərisində olan kolonkanı da səsini eşitmiş olun. Səsi indi bu dəqiqə tamdır. Yeri yetti. Bu hisseden yardım aldılar. Ekran kaydı almıyormuşam. Bir de ekran kaydı da alayım. Ekran kaydı aldığımız vaxtda isə yenə 120 FPS, 150, 140 gedir gəlir. Pusu attılar 2 saniyədə. Bunu seçək. Orada.
Haydi hoppa. Gidiyor. We have lost objective butter. We have taken objective apples. Prosesorun dərəcəsi gördüyünüz kimi 95 dərəcəyə qədər qalxdı. Amma kompüterimizin кейsinə gəldiyimiz vaxt elə də bir hissiyatı yoxdur. Hətta WASD hissəsində demək olar ki, yəni 95 dərəcəyə aid bir istilik, bir keysin üzərində bir istilik hiss olunmur. Rahat bir şəkildə, yəni sərin bir şəkildə istifadə oluna bilir. Ki indi bir dəqiqə oyunda bir 10 dəqiqəmizi keçirdik. Və üstəlik 3 dənə oyunu test elədik. Amma hələ də o qədər də bir problem yaşamamışıq. Return to the combat area. Arka tərəfdən baskın atırlar. Return to the combat area. 50 attackers remain. Ah be. Sıhhi yardım çantası tedavi ol. Yaralarınız tedavi edilebilir. 20 attackers remain. Yəni Battlefield 1 testimiz isə belə idi. Yenidən salam. Bu videonu 3 gündür çəkməyə çalışıram. Ümumi kompüterin həm oyun performansı, həm də o ilk izlədiyiniz incələmə videosunu. Ümumilikdə 3 gündür bu videonu çəkməyə çalışıram. Yəni köynək və sair də dəyişildi. Ümumilikdə kompüterimizə baxdığımız vaxtda Asus TUF Gaming A15 modeli, Azərbaycan şərtləri və günümüz ekonomisinə baxdığımız vaxtda belə deyək, alına biləcək bir kompüter kaşlı deyə bilərdim. Çünki qiyməti həqiqətən də Azərbaycan ekonomisinə baxdığımız vaxtda biraz bahadır. Və təbii ki də Nvidia-nın RTX modeli video kartı olmayına baxmayaraqdan və həqiqətən güclü bir prosesor, bu, yəni ümumilikdə kompüterə baxdığımız vaxtda bəli, güclü bir kompüterdir. Onda bir sözümüz yoxdur. Amma ki 2500 manat ümumilikdə bunun qiyməti var. Yəni ümumi bazar qiyməti deyə 2500-2700 manat belə kreditə aldığınız vaxtda bu 3000 manata qədər gedir bu kompüterin qiyməti. Amma alına biləcək bir kompüterdir. Əgər pulunuz varsa, təbii ki də alına biləcək bir kompüterdir. Amma mənim tövsiyəm, əgər tələbə deyilsəniz, yəni gündəlik məktəbə gedib gəlmirsinizsə və yaxud da ofisə gedib gəlmirsinizsə, personal almağınızdır. Çünki 2500 manat bu kompütera biraz çoxdur.
həqiqətən də qiymət baxımından notebookların qiyməti yəni çoxdur. Yəni ümumilikdə 2500 manat yerinə 2000 manat, yəni 2200 manatlara qədər düşənə qədər bu kompüteri gözləyərək almaq daha məntiqlidir mənim fikrimcə. Promo ilə 2500 manata, bir də kredit dəyəri alırsınızsa 2800 manatlara qədər çıxır, 2800-3000 manata qədər bu kompüterin qiyməti çıxır. Yəni çox da məntiqli deyil. Bunu başdan bəri deyim. Yəni ümumilikdə kompüterimizin video kartı olsun, prosesor olsun, demək olar söz ola bilməz. Rahat bir şəkildə aldığınız vaxtı istifadə edə bilərsiniz və ümumi olaraqdan 5 il, 6 ilə qədər çıxacaq oyunları rahat bir şəkildə full qrafikalarda oynaya bilərsiniz. Və sonradan təbii ki də ultra qrafikalardan yüksəkdən ortadan aşağı səviyyələrə qədər düşəcəkdir ki, gələcək texnologiyalara baxdığımız vaxtı bu vəziyyət olacaq. Yəni bu kompüteri 2025 şərtlərinə baxdığımız vaxtı almaq olar və rahat bir şəkildə 5 ilə qədər bütün oyunları full qrafikalarda oynaya bilərsiniz. Bu mənim ilk incələmə videom idi. Yəni kamera qarşısında olan ilk videom idi, belə deyək. Daha yaxşı videolar isə gələcək səfərlərdə gəlmə diləyilə deyək. Daha yaxşı kompüterlər gələr və yaxud da buna bənzər kompüterlər gələrsə əlimə, bunların da incələmə videoları gələcək təbii ki də. Bu videonu izlədiyiniz üçün təşəkkür edirəm. Bu videonu əgər ki bəyəndisə like, bəyənmədisə dislike eləyərəkdən və kanala abunə olaraqdan mənə dəstək vermiş olarsınız. Diğer videolarda görüşmək üzere.